Bakıda küçədə dəhşətli qətl hadisəsi baş verib. Hadisə paytaxtın Nəsimi rayonu Mirzəlal küçəsi 2A ünvanında gördüyünüz bu ərazidə qeydə alınıb. 1983-cü il təvəllüdlü Zaur Qəhrəmanov, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Amaliya Qəhrəmanovanı elə buradaca ov tüfəngi ilə açılan atəş nəticəsində qətlə yetirib. Zaur Qəhrəmanov sonra özünə xəsarət yetirsə də ölməyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Biz iş yerimiz buraya yaxındır. Cəmaət gördük, danışır, marağa gəldim, baxdım. Dedilər, aptekdə işləyən xanımdır. Boşanmış yoldaşı. Ov tüfəngindən izləyib mi, neyniyib? Gəlib burada onu vurub, sonra da özünü vurub. Amma səbəb bilinmir.